adamı narahat edən mühüm məsələlərdən biri budur. Nisbi olaraq hamımızın günahları var, eyibləri var. Allah səttarəl uyubdir, eyibləri örtür. Amma vay o gündən ki, Allah bizi rüsva eləyər, eyiblər. Allah özümüz, əməllərimizlə özümüzü rüsvaya, Allah da eyiblərimizi açsın. Neyniyim Allah eyiblərimi örtsün? Hamımıza aiddir. Həzrət buyurur, elə bir ki, bir xəstə gedib, diqqət edin, bir xəstə gedib Həzrətin yanına, dərdin deyib, Həzrət nüsxə yazır. Başım ağrıyır, məsələn, filan dərman. Filan dərdim var, filan cür elə. Filan dərdimə, filan cür elə. Gəlib yetişib bura. İstəyirəm eyiblərimi Allah örtsün. Nə edim? Deyir, sən də qardaşlarının eyiblərin ört. Ki, Allah da sənin eyibləri örtsün. Allah deyir, mənə bənziyüz. Siz eyib örtən olsun. Çünki mən eyib örtənəm. Səttar nədir? Yəni örtən, çox örtən. Mən sizin bir çox eyiblərinizi örtürəm. Əgər eyiblərimiz örtünməsəydi, insanlar bir-birlərinə salam verməzdi. Ən yaxın ailə üzvlərimiz belə bizdən üz döndərərdilər. Var hədislərdə ki, hətta insanların əgər Allah eyiblərini örtməsəydi, insanlar bir-birlərini dəfn etməzdilər. Allah bizim eyiblərimizi örtübdür. Allah deyir, mən elədiyimi elə. Sən ört başqalarının eyiblərini, mən də sənin eybi örtüm.